Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında sülhün astanasında yeni görüş baş tuta bilər. İndiyədək müxtəlif zamanlarda fərqli platformalarda üz-üzə gələn iki ölkə rəsmisi üçün növbəti yeni ünvanın Albaniyanın paytaxtı Tirana olacağı ehtimal edilir. Dəyişən geosiyasi vəziyyət fonunda baş tutacaq hər hansı dialoqsa sülh prosesinin gedişatına təkan verə bilər. İndi Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Paşinyan hökuməti dəfələrlə sülh müqaviləsinin imzalanmasına hazır olduqlarını bildirib. Hər nə qədər əməldə əksi müşahidə edilsə də siyasi tribunalardan bu ifadələr eşidilir. Odur ki, hazırda diqqətlər samitdə iştirak üçün dəvət olunan 47 dövlət və hökumət başçısı arasından Nikol Paşinyan və prezident İlham Əliyevə yönəlib. Mümkün danışıqlar zamanı isə tərəflər arasında fikir ayrılıqları ilə bağlı detallara aydınlıq gətirilməsi proqnozlaşdırılır. Belə bir görüş indiki məqamda kifayət qədər önəmlidir. Çünki 17 bənd üzrə razılıq əldə olunduğu bir mərhələdə iki şərtimiz yerinə yetirilmədiyi üçün Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanması gecikdirilir. Çünki bu iki şərt əslində sülh müqaviləsinin davamlılığının zəmanəti xarakteri daşıyır və düşünürəm ki, Nikol Paşinyan iki tərəfli görüşlər çərçivəsində daha çox məsuliyyətlə yanaşaraq öhdəliyi götürməyə mövqeyindən çıxış edir. Nəinki üçüncü, dördüncü tərəflər iştirak etdiyi hər hansısa bir görüşlərdə onların himayəsi ilə hər zaman sülhdən yayınma addımlar atır. Azərbaycan və Ermənistan arasında son illərdə həm vasitəçilərlə, həm də birbaşa bir sıra mühüm görüşlər baş tutub. Brüsseldə Avropa İttifaqının təşəbbüsü və Şarl Mişelin iştirakı ilə bir neçə dəfə reallaşan danışıqlar zamanı önəmli irəliləyişlər əldə edilib. Həmçinin belə dialoqlara Rusiyanın ABŞ-nin iştirak və əlaqələndiriciliyi ilə gerçəkləşənlər də daxildir. Bununla yanaşı tərəflər arasında birbaşa baş tutan danışıqlar olduqca vacib sayılır. Nikol Paşinyan və prezident İlham Əliyev arasında ən son görüş isə BRICS ölkələrinin Kazanda keçirilən samiti zamanı olub. Sonraki periodda onlar müxtəlif siyasi hadisələr zamanı yanaşı gəlsə də dialoq baş tutmayıb. Biz iki tərəfli danışıqların tərəfdarıyıq, vasitəsiz danışıqların tərəfdarıyıq. Bu gedişatın sülh prosesi inkişafına hər zaman müsbət xeyri ola bilər. O səbəbdən mən hesab edirəm ki, hazırda situasiya o vəziyyətdədir ki, biz iki tərəfli danışıqları davam elətdirməliyik və bu proses istər Xarici İşlər Naziri səviyyəsində, istər digər qurumlar səviyyəsində, xüsusən də ölkə başçıları səviyyəsində bu görüşlərin olması yerindən və məkandan asılı olmayaraq sülh prosesi inkişafına böyük xeyir göstərə bilər. Bütün hallarda Azərbaycan bölgədə davamlı sülhün bərqərar olması üçün Ermənistanla birbaşa dialoqun tərəfdarıdır. Çünki üçüncü tərəflərin müdaxiləsindən kənar aparılan açıq, konstruktiv danışıqlar sabitlik və qarşılıqlı etimad üçün əsas şərt sayılır. Belə bir yanaşma isə Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləyişinə əsaslı töhfə verir.